standartlar, məqsədi, inteqrasiya, bunlar hamısı burada göstərilir, tanış ola bilərsiniz. Uşaqlar, Quran, İslam, Tövrat, Yahudi, İncil, Hristiyan. Bu sözlər hansı anlayışla bağlıdır? İbrahim buyur. Bu sözlər din anlayışı ilə bağlıdır. Çox sağ olun. Kim mənə deyər, din nədir? Din nədir? Amin buyur. Din, Allahın hökmü, əmri, Peyğəmbərin sözü və göstərişidir. Din, yol, təriqə, qayda qanun deməkdir. 3 əsas din var. Yahudi, Hristiyan, İslam dinləri. Çox sağ ol. Uşaqlar, diqqətlə qulaq asın. Çünki qədim zamanlardan insanlar Allahlara inanırdılar. Qasırğa, ildırım, göy gürültüsü, yağış, quraqlıq kimi fövqəladə güc hesab etdikləri təbiət hadisələrini Allahın hədiyyəsi və ya cəzası kimi qəbul edirdilər. Müxtəlif bütləri Allah hesab edirdilər. Yerdə din belə yarandı. Bir dinlər var. Bunların içərisində İslam dini, Hristiyan dini, Yahudi dini dünyanın 3 əsas dini sayılır. Yahudi dininə mənsub olan insanlar sinagog adlanan Yahudi məbədində ibadət edirlər. Tövrat Yahudilərin müqəddəs kitabıdır. Musa isə Yahudilərin peyğəmbəridir. Uşaqlar, mən sizə məlumat verəm. Bu gördüyünüz şəkil, demək, Yahudilərin peyğəmbəri Musa peyğəmbərin şəklidir. Onun çox möcüzələri olmuş. Ümumiyyətlə 124 min peyğəmbər dünyaya gəlmiş. Onların hərəsinə aid Allah Taala tərəfindən möcüzələr bəxşiş olunmuş. Musa peyğəmbərin də çox möcüzələri olmuş. Onun ən böyük möcüzələrindən biri o öz dövrünün Firon deyilən zalimlarından İsrail cəmaatını qaçırarkən onun əlində bir əsa olmuş, onun möcüzəsi əlindəki əsa idi. O əsa da Adəm peyğəmbərdən ona qalmışdı. O həmin əsanı demək, dənizin kənarına vurmaqla dəniz 2 yerə bölünmüş. İnsanlar oradan qaçaraq canlarını qurtarmış, sonra yenə də dalğalar birləşmişdir. Ən böyük, çoxdur möcüzələri. İnanan insanlar, Hristiyanlar kilsədə ibadət edirlər. Hristiyanların müqəddəs kitabı İncildir. Hristiyanların peyğəmbəri İsa'dır. İsa peyğəmbər də Hristiyanların peyğəmbərdir. Onun isə ən böyük möcüzələrindən demək, ölmüş insanı diriltmişdi, bir də kör olan insanın gözünə işıq vermişdi. Amma möcüzələri çox olmuşdur. Dinə ibadət edən insanları müsəlman adlandırırlar. Müsəlmanların peyğəmbəri Məhəmməddir. Məhəmməd peyğəmbər demək, İslam dininin sonuncu dinimizin peyğəmbəridir. Onun üzü şəkli görünmür, sanki nur saçır onun üzündə. Ümumiyyətlə, bizim İslam dininə görə peyğəmbərin şəkli, bu insanların da, bu peyğəmbərlərin də görə şəkli o vaxtdan qalmıyor. Ümumiyyətlə, o vaxtlar şəkil olmayıbdır. Amma insanlar özləri təsvir etdiyi kimi şəkilləri çəkmişlər. Amma Məhəmməd peyğəmbərin isə üzünün göstərilməsi yasaq olmuşdur. Məscid, müsəlmanların ibadət etdikləri məbəddir. Müsəlmanların müqəddəs kitabı Quran adlanır. Din müxtəlifliyinə baxmayaraq, onlarda çox şeylər eynidir. Hər 3 dində deyilir ki, Allah təkdir. İnsanlar bir-biri ilə mehriban yaşamalı, xeyirli işlər görməli, yaxınları sevməli, onlara hörmət etməli, ehtiyacı olanları və zəifləri müdafiə etməli, heç kəsi aldatmamalı, özgənin malına göz dikməməlidirlər. İstədiyi dini seçməkdə azaddır və o, başqa dinlərə, inananlara hörmətlə yanaşmalıdır. Uşaqlar, biz 1-ci sinifdə də din haqqında keçmişdik, yadınızdadırmı uşaqlar? Hələ 1-ci sinifdə din haqqında bizim məlumatımız var idi. Amma bugün isə sizin gördüyünüz və məlumat aldığınız, demək, sizin biliyiniz daha da zənginləşdi, daha da möhkəmləndi. Ona görə də mən sizə iş vərəqləri paylayacaq və iş vərəqlərində sizin 1-ci sinifdən öyrəndikləriniz və indi gördükləriniz və eşitdikləriniz haqqında
suallara siz cavablar verməlisiniz. Və bir də mən sizə demişdim ki, uşaqlar, bu suallardan başqa əlavə məlumatlar da toplayın. İndi sizin təqdimatınızda mən görəcəyim. Buyur, suallara cavab ver. Sonra Ceynep buyurun. Hristiyanlar harada ibadet edirlər? Hristiyanlar kilisədə ibadet edirlər. Hristiyanların din kitabı necə adlanır? Hristiyanların din kitabı İncil adlanır. İncil kimin din kitabıdır? İncil Hristiyanların dini kitabıdır. Hristiyanlar nə inanırlar? Hristiyanlar tək Allahlığa inanırlar. Hristiyanların peyğəmbəri kimdir?
Çox sağ olun, minnətdaram. Sağ olun. Buyurun Məryəm. Ver mənə, Cino. Çox sağ olun. Müsəlmanların dini necə adlanır? Müsəlmanların dini İslam adlanır. Müsəlmanların dini kitabı nədir? Müsəlmanların dini kitabı Quran-ı Kerimdir. Məscid kimlərin ibadət yeridir? Məscid müsəlmanların ibadət yeridir. Müsəlmanlar nəyə inanırlar? Müsəlmanlar tək Allahlığa inanırlar. Müsəlmanların peyğəmbəri kimdir? Müsəlmanların peyğəmbəri Məhəmməddir. Məhəmməd peyğəmbər sallallahu aleyhi və səlam miladi tarixi ilə 570-ci ildə Məkkə şəhərində anadan olmuşdur. Atası Abdullah, anası Əminə, qızları Zeynəb, Rüqiyyə, Ümmü Gülsüm və Fatimə. Oğulları Qasim, Abdullah və İbrahimdir. Bugün yenə cümədir. Atam məscidə gedib. Səhər tezdən qüsl alıb, yaraşıqlı geyinir. Tələsir o namaza. Bərəkətli cümədə günahlar bağışlanır. Böyüyəcəm günü səbirlə gözləyirəm. İnşallah atamla mən də məscidə gedəcəyəm. Çox sağ olun, çox sağ olun. Uşaqlar, hər üç qrupa minnətdarlığımı bildirirəm. Çünki sizdə verilən suallardan başqa siz əlavə məlumatlar da verdiniz. Uşaqlar, indi biz adətən tez-tez din diaqramından istifadə edirik, düzdür? İndi biz bu üç din haqqında bunun oxşar və fərqli cəhətlərini göstərəcəyik. Əvvəl gəlin oxşar cəhətlərindən danışalım. Bu üç dinin, Müsəlman, Xristiyan və Yahudi dillərini bir-birinə bağlayan oxşar cəhətləri nədir? Kim mənə deyər? Buyur Səyid. Hər üçü də tək Allahlığa inanırlar. Düzdür, hər üçü. İnanmır. Sonra daha kim deyə bilər? Daha kim deyəcək? Qalxsın desin, kim deyəcək? Dursun desin, görür. Hər üçü İslamı dostluğa, sülhə səsləyir. Aha, çox sağ ol. Dostluğa. Sülhə səsləyir. Çox sağ ol. İndi gəlin fərqli cəhətlərini göstərək uşaqlar. Bu üç dinin bir-birindən fərqləndirən cəhət hansıdır? Kim cavab verəcək? Buyursun görün. Müsəlmanlar peyğəmbəri Məhəmməd. Aha, Məhəmməd, düzdür. Sonra? Xristiyanların peyğəmbəri İsa. İsa, düzdür. Yahudilərin peyğəmbəri Musadır. Musa. Daha hansı fərqli cəhət var? İlhamə buyur görün. Müsəlmanlara spirtli içki, donuz əti haramdır. Aha, düzdür. Spirtli içki, donuz ət haramdır. Aha, daha kim cavab verər? Yoxsa Aysiyə, buyur. Müsəlmanların müqəddəs kitabı Quran-ı Kərim. Quran-ı Kərim. Sonra? Xristiyanların müqəddəs kitabı İncil. Aha. Yahudilərin müqəddəs kitabı Tövrat. Zeynalabidin, sən cavab ver görüm. Buyur Zeynalabidin. Müsəlmanlar məsciddə. Aha, məsciddə. Aha. Xristiyanlar kilsədə. Kilsədə. Yəhudilər sinagogda ibadət edirlər. Aha. Sinagogda ibadət edirlər. Düzdür uşaqlar, çox sağ olun. Düzgün cavablandırdınız. أشهد أن محمدا رسول
bizə əhatə edən bütün varlığı, günəşi, ayı, ulduzları, suyu, torpağı, bütün insanları yoxdan var edən uca Allahdır. Bu varlıqlar Tanrının bircə ol əmri ilə yaranmışdır. Onun gücü, qüdrəti, idraki sonsuzdur. Biz Azərbaycanlı İslam dininə ibadət edirik, itaət edirik. Amma bundan əvvəl də sizin təqdim etdiyiniz kimi 3 əsas din var. Bunlardan ən birinci Yahudi dini olmuşdur, sonra Hristiyan dini, sonuncu dinimiz isə İslam dinidir. Uşaqlar, biz İslam dininə itaət etməyimizə baxmayaraq, bütün dinlərə hörmətlə yanaşırıq. Bütün onlara öz dinimizə etdiyimiz hörmət kimi hörmət edirik. Belə ki, Bakıda olduğu kimi, Azərbaycanın başqa şəhərlərində də biz sinagoglara və kilsələrə rast gələ bilərik. Hətta bu dəqiqə bizim sinimizdə 29 şagirdin onun adı müqəddəs insanların adını daşıyır. Və onların içərisində Yahudi dininin Peyğəmbərin adı, Musanın adını daşıyan şagirdlər. Bəli, çox gözəl. Və İsa Peyğəmbərin anasının 4 müqəddəs qadından biri Məryəm xanımın adını daşıyan da sinimizdə şagird var. Bu elə bunu göstərir ki, biz bütün dinlərə hörmətlə yanaşırıq və onlara qarşı öz münasibətimizi həmişə müsbət nəticədə göstəririk. Uşaqlar, İslam sözün mənası təslim ol deməkdir. Yəni, şəhsiz, şübhəsiz Allahın qanunlarına təslim olmaq deməkdir. Müsəlman sözü isə Peyğəmbərimizin dediyi bütün sözlərə, tövsiyələrinə əməl edən insanlara müsəlman deyilir. Uşaqlar, İslamda 5 əsas şərt var. Bunlardan, bu şərtlərdən biri kəlmə-i şəhadətdir. Bismillahirrahmanirrahim. Əşhədü ənnə lə iləhə illəllah. Əşhədü ənnə Muhammədən əbduhu və rəsulun. İkinci isə namazdır. Hər bir müsəlman gündə 5 dəfə namaz qılmalıdır. Bir anlı bu ecazkar səsə qulaq asın uşaqlar. Biraz səs verin, zəhmət olmasa. Uşaqlar, sizin eşitdiyiniz bu səs qeyri-adi səsdir. Nə qədər dünyada musiqilər varsa, nə qədər bəstəkarlar musiqilər bəstələyirlərsə, bu səsin gözəlliyinə çatan, bu səsin səsinə çatan heç bir varlıq yoxdur. Buna azan deyirlər. Namaz qılmazdan əvvəl müsəlmanlar bu azan səsi ilə namaza çağırılırlar və hər bir müsəlman gündə 5 dəfə öz namazını qılır və qılmalıdır. Yer üzündə uşaqlar 1 milyard %57 milyon müsəlman yaşayır. Uşaqlar, sonra isə bir zəkat verməkdir. Bu nədir zəkat vermək? Sizin atalarınızın, bütün işləyən insanların il boyu aldığı maaşların, demək, 40'da 1 hissəsi kasıblara, yoxsullara, kimsəsizlərə, ehtiyacı olanlara verilir. Buna zəkat deyilir. Son 4-cü isə uşaqlar oruç tutmaqdır. Heç evinizdə oruc vaxtı, oruç tutanlarınız olur mu? Hə, yaxşı. Uşaqlar, Allah Teala orucu ona görə əmr etmişdir ki, həyatda hamı eyni səviyyədə yaşamır. Kimi çox firavan yaşayır, kimi ehtiyac içində yaşayır. Bu 1 aylıq orucu ona görə Allah yaratmışdır ki və demişdir ki, o firavan yaşayan insanlar 1 aylıq o əziyyət çəkən, güclə öz balalarını dolandıran insanların yaşadığı tərzi yaşasınlar və onların ürəyində Allah eşqi o qədər artsın ki, onlar o kasıblara, o kimsəsizlərə, o ehtiyacı olanlara kömək etsinlər. Uşaqlar, bizim Peyğəmbərimiz, bayaq siz dediniz, mən bu mövzulara çox ona görə toxunmuram ki, siz ətraflı məlumat verdiniz. Uşaqlar, Peyğəmbərimiz Məhəmməd Peyğəmbərdir. Məhəmməd Peyğəmbərin uşaqları haqqında demək, çox gözəl Məryəm məlumat verdi. Təkcə bunu əlavə eləmək istəyirəm ki, uşaqlar,
Onun sonuncu qızı Fatimə qızı Məhəmməd peyğəmbər olandan sonra dünyaya gəlib. Ona görə də o peyğəmbərlik havasında, ab-havasında böyümüş, yaşamış və atasının bütün dediklərinə əməl etmiş, inanmış, iman gətirmişdir uşaqlar. Biz müsəlmanlar tək Allahlığa inanırıq. Başqa dinlər də elədir. 3 dinin 3-ü də tək Allahlığa inanır. Və biz bu Allaha inanır və iman gətiririk. Müqəddəs kitabımız isə Quran-ı Kərimdir. Quran-ı Kərim miladi tarixi ilə 610-cu ildə Ramazan ayının 1-ci bazar ertəsi günü nazil olmuşdur. Elə bir müsəlman ailəsi olmaz ki, onun evində Quran-ı Kərim kitabı olmasın. Bu 3 dinlərin 3-ünə aid olan kitablar burada göstərilir və demək bunu hər bir dinə mənsub olan insanlar bu kitabı oxuyurlar. Çünki dini qəbul etmək azaddır. Hər bir kəs istədiyi dini qəbul edir. Amma bizim dədələrdən, babalardan, ulu babalardan biz müsəlman olaraq böyümüşük və ona görə də bütün dinlərə hörmət edərək öz Quran-ı Kərim kitabımızı gözümüzün, başımızın üstündə saxlayırıq və onu qoruyuruq. Uşaqlar, dedik ki, bütün dinlər insanları dostluğa çağırır, sülhə çağırır, ədalətə çağırır, insanlığa çağırır, mərhəmətə çağırır. Və mən keçən 2 il bundan əvvəl, uşaqlar, mən çox istərəm, mən arzu edirəm ki, mən də Məkkə şəhərinə gedəydim, Peyğəmbərimizin demək, məzarını ziyarət edəydim. İndi inşallah bütün arzu edənlərə Allah qismət eyləsin. Amma 2 il bundan qabağı mən İran dövlətində, demək, Məşhad şəhərində 8-ci imamımız İmam Rızanın ziyarətinə getdi. Uşaqlar, mənim bayaq dediyim sözləri, insanların bir-birinə münasibətini, insanların bir-birinə olan səmimiyyətini mən öz gözlərimlə elə bir yerdə gördüm. Uşaqlar, inanın, mən həmin o, bax, bu gördüyünüz, bu mənə, həmin o ziyarət etdiyim yerdəyəm. Onun ucalığı Allah hamıya qismət eləsin. Uşaqlar, mən o ziyarətgaha girərkən bilmirəm nə üçün, ancaq ağlayırdım. Niyə ağlayırdım? Bu gözəlliklə mi ağlayırdım? Bu əzəmətə mi ağlayırdım? İnsanların bir-birinə münasibətinə mi ağlayırdım? Amma bilmirdim. Ağlayırdım. Gözümdən qeyri-ixtiyari yaşlar tökülürdü. Uşaqlar, orada mən əsl səmimiyyəti gördüm. Demək, mənim oteldə tanış olduğum bir qadınla mən onlarla gedirdim, çünki birinci dəfə idi gedirdim. Biz həyətə, demək, ziyarətgahın həyətinə daxil olanda, orada milyonlarla insanlar vardı. Hər dinə mənsub olan insan var idi. Və ilk səmimiyyəti onda gördüm ki, mənim tanış olduğum qadın mənə dedi ki, sən bu çoxluğun içərisində bizdən ayrı düşə bilərsən. O, mənim çarşafımın ucunu öz çarşafının ucuna bağladı, düyünlədi ki, sən birdə bu gözəlliyə baxa-baxa, başqa sən də gedərsən və onda çarşafım dartılırdı, mən onlar tərəfə gedirdim. Bax, əsl səmimiyyəti mən bunda gördüm. İkinci gördüyüm hadisə isə, demək, mən məzara daxil oldum, orada məzarın yanı ziyarət etməyə daxil oldum. Ora daxil olarkən millərlə Quran kitabı var idi. Hamı Quran kitabını götürüb, içəri daxil olurdular. Mən də bir Quran kitabını götürdüm, içəri daxil oldum, amma onu bax belə ürəyimə sıxdı. Hamı açıb oxuyurdu. Bu vaxtda bir qadın mənə yaxınlaşdı. Dedi ki, xanım, niyə Quranı elə saxlamışsınız, açın oxuyun. Dedim, axı mən ərəbcə bilmirəm. İnanın, uşaqlar. O qadın Quranı aldı məndən, sanki mən dilimlə danışa bilmirdim, ürəyimlə danışırdım Quranla. Mən ürəyimdəki arzularımı, istəklərimi, diləklərimi sanki o Quranla danışaraq səssiz şəkildə bildirirdim. O qadın kitabı Quranı aldı məndən. Dedi, Allahım, həyatım boyu yadımdan çıxmaz. Dedi, Allahım, mən indi oxuyacağım ayələri, surələri bu tanımadığım qadının dilindən deyirəm. Sən onu qəbul elə. Və o mənə dedi ki, mən dedikcə sən də təkrar elə. Uşaqlar, mən ziyarətgahdan çıxanda artıq onda bildim niyə ağlayırdım. Mən dinimizin gözəlliyini ağlayırdım. Allahın yaratdığı bu böyüklüyə ağlayırdım. Müsəlman olduğum üçün ağlayırdım. Sevinç göz yaşlarıydı. Bunu Allah hamıya qismət eləsin. Bax, bu gözəllikləri mən də gördüm, şahid oldum. Çox füsunkar
Çox onu dillə ifadə etmək olmur. Yalnız onu gedib müşahidə edəsən, görəsən. Bu günləri bizim demək dərsimizdə bir nənə iştirak edir. O da Hacı xanımdır. Amma o məndən fərqli olaraq Məhəmməd Peyğəmbərin ziyarətinə gedibdir. Çox istərdim ki, onun da keçirdiyi hissləri eşidək. Buyurun. Necə? Elmira xanım çox yaxşı danışdı, hər şeyi danışdı, əhatəli danışdı. Mən bir neçə şeyi danışacağım, sizə vaxtınızı almayacağım da. Mən də həcc ziyarətində oldum. Bu deməli ki, bütün müsəlmanlara 5 şərt ki var, müsəlmanlar üçün vacib şərt. Onlardan biri də həcc ziyarətidir. Şükür Allaha, o mənə nəsib oldu. Mən deməli, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin anadan olduğu, 40 yaşında Peyğəmbərlik vəzifəsi verildiyi, Kəbənin inşa edildiyi Məkkə şəhərində oldu. Bu məni çox belə başqa cür təsir elədi. Göz yaşları yox, göz yaşı sel su kimi axan belə bir təsir elədi. Orada getdik, birinci ziyarət başlayanda təvafla başladı. Bu da o deməkdir ki, Məkkənin ətrafında 7 dəfə fırlanırsan. Fırlananda o fırlanan insanların hamısı ağ libasda idi. Elə bil ki, hamısı Allahın huzurunda idi, ağ libasda gəlmişdilər. Elə bil ki, onlar, yəni ki, Allahın qabağında insanlar, bütün insanlar bərabərdir. Ancaq bircə günahları, savabları, onları fərqləndirən budur. Oraya gedib gələndən sonra insan hələ çalışır ki, hər şeyi yaxşı eləsin, yaxşılıq eləsin, pisliyi bir qarışqanı da basmasın. Çünki Allahımız yerdədir, qumun üstündə gedən qara qarışqanın da yerişini görür. Allah hər şeyi görür. Allahdan heç nəyi gizlətmək olmur. Orada fırlanırsan, indi təvaf edirsən, ürəyin yanır. Ürəyin yanır, orada Səva Mərvə dağları arasından su axır, zəmzəm suyu, bizim müqəddəs suyumuz. Ondan bir stəkan içirsən, elə bil ki, cavanlaşırsan, sənə qüvvət gəlir, gəncləşirsən. Deyirəm, şükür ilahisən, bu da sənin bir qüvvətindir. İndi mənim arzum budur ki, bütün xalqımız, eyni zamanda o Kəbənin ətrafında fırlananda dualar edirsən. Əlbəttə ki, xalqımıza, ölkəmizə, qohumlara, qardaşa, tanışa, bilişə, millətimizə, hamısına dualar edirsən. Tək Allah o dualarımızı qəbul eyləsin. Gəlirsən, o suyu da içirsən, başqa cür bir sənə güc gəlir də. Arzum budur ki, bizim millətimizin üzündə həmişə Allahın nuru, zəmzəm suyu kimi saf olsunlar, təmiz olsunlar, pak olsunlar. Nə qədər su sonsuzdur, onun ətrafındakilərə olan məhəbbəti, hörməti artıq olsun, sonsuz olsun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Sağ olun. Uşaqlar, indi isə bax, bu eşitdiklərinizə, oxuduqlarınıza, gördüklərinizə